İslamda ağlın qəlbdə olması konsepsiyası bir çox ayə və hədislərdə öz əksini tapmışdır. Uca Allah Quran-ı Kərimdə belə buyurur: Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? Muhammed surəsi 24-cü ayə. Onların qəlbləri var, lakin onunla anlamırlar. Ərəf surəsi 179-cu ayə. Müasir alimlər müəyyən etmişlər ki, qəlbdə ürəyin sinir sistemi adlanan mürəkkəb bir sistem mövcuddur ki, bu da ürəyin özünə məxsus kiçik beyni kimi fəaliyyət göstərir. Bu kiçik beyin müəyyən qərarların qəbuluna kömək edir. Bu şəbəkə təxminən 40 min xüsusi sinir hüceyrəsindən ibarətdir. Ürək beyin olmadan da öz döyüntüsünü tənzimləyə bilir. Məsələn, transplantasiya olunmuş, yəni köçürülmüş ürəklər müstəqil şəkildə işləməyə davam edir. Bu neyronlar qısa müddətli yaddaşa və öyrənmə qabiliyyətinə malikdir. Ürək beyinlə əlaqə saxlayaraq emosiyalara reaksiya verir. Beyinə siqnallar göndərir və insanın emosional vəziyyətinə qorxu, sevinc, stres kimi hallara təsir göstərir. Əlaqənin təxminən 80% ürəkdən beyinə, 20% isə beyindən ürəyə yönəlir. Həmçinin tədqiqatlara görə ürək transplantasiyası keçirmiş bəzi pasiyentlər bəzən donorun xatirələrini və emosiyalarını hiss etdiklərini bildirmişlər. Bütün bunlar Allah və Peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun buyurduğu kimi anlayışın qəlbdə olması fikrinin müasir elmi kəşflərdə də öz əksini tapdığını göstərir. Yəni, əsas qərar qəlbdə formalaşır. Hədisdə bildirildiyi kimi təqva, yəni Allahdan qorxmaq, günahlardan çəkinmək və yaxşı əməllər etmək qəlbdədir və nəticə etibarilə hər hansı bir şeyi seçmək qəlbin son qərarından asılı olur.